evdə verilən bəzi bu dərman preparatları var və yaxud da əsasən ibuprofen tərkibli dərmanlar verilir ki, bunlarda bu doza həddi necə tənzimlənməlidir? Doza həddi aşılarsa hansı əlamətlər özünü göstərə bilər Bəli, uşaqda? xüsusən də qızdırma düşürücüləri ailələr adətən evdən uşağa verib sonra müraciət edirlər. Burada ilk seçim preparatlar parasetamol tərkibli preparatlardır. Hansı ki bu uşaqlar üçün nəzərdə tutulmuş sirop formaları var, şam formaları var. Uşaqların kilosuna uyğun dozada versələr, bəli, effekt alma ehtimalları yüksək olacaqdır. Bəzən doza düz təyin olunmur, bəzən doza çox az verilir, bəzən isə əksinə çox toksik dozada verir. Ana bir dərmanı verir, düşmədi digər şamı qoyur, düşmədi dalınca nurafen verir. Halbuki burada uşaq artıq dərman intoksikasiyasına girə bilir və belə olduğu təqdirdə qusma ola bilir, hətta qaraciyər zədələnmələri belə ola bilir. Ona görə ailələri bu vəziyyətdə təmkinli olmağa çağırıram. Yəni qızdırma varsa parasetamol tərkibli dərmanı verərək, mümkünsə dozanı həkimlə məsləhətləşmək, uşaq qusursa bunun şam formasını tərcih etmək, qusmursa sirop formasını uşağa vermək, böyük yaş qrupdursa tablet formasını, amma düzgün dozada uşağa verərək, bədənini soyunduraraq, çünki bilir ki, qızdırma bir fiziki prosesdir. Xarici temperatur daxili temperaturdan aşağı olmalıdır. Otaq sərin olmalıdır. Uşağın əyni nazik olmalıdır və mümkün olduğunca ilıq su ilə uşağın bədənini ard-arda silərək içəridə olan temperaturun xaricə verilməsinə kömək etmək lazımdır. Köməyi sadəcə dərmanda yox, bu vasitələr də qızdırma düşürməyə 50% hətta deyərdim ki, kömək edir.